Herkese selam dostlarım, kanalıma ve yeni videoma hoş geldiniz. Dostlarım, bugünkü videomuzun mevzusu server incelemədir. Yani keçən videoda, yani çox videolarım Yılmaz xəstələnmədi dedim də dəyişim də seyrini dəyişim. Dostlarım, 97 abunə olmuşuq. Hamınıza təşəkkür edirəm. Keçən videoda 100 görüntüləmə gəlibdi. Ondan sonra da yaxşı abunə gəlibdi. Hamınıza təşəkkür edirəm. Əliniz var olsun. İnşallah 100 abunə olarıq. Hədəfimiz 100 abunədir. Dostlarım, bugün Tayvan serverini incələyəcəyik. Yəni birinci bura baxacağıq, görək burada nə var. Yəni o serverlə bizim serveri qarşılaşdıracağıq. Keçək videomuza. Neyse dostlarım, indi başlayaq da. Birinci etkinliklərə baxaq. Buradan bildiyiniz kimi belə bir etkinlik gəlibdi. Burada 90 yox. Neçə idi burada? Neyse, elə artır. Burada belə var. Sonra kanunsuz otomata gələk. Neyse dostlarım, İnternetdə problem oldu. Neyse, burada belə gəliş ifadəsi var. Burada kanunsuz var. Yəni bilirsiniz hamısını, neyse. Sonra burada bu set var. Sonra SKS var burada. Neyse, bunlar var. Keçək burada etkinliklərdə bu etkinlik gəldi. Sonra burada belə bir etkinlik gəlib, bunu tamamlamışam çoxunu. Neyse, başka baxa biləcəyimiz bir dənə yüklənmə etkinliyə baxaq. Yüklənmə etkinliyə də yəni bildiyimiz kimi budur. Keçək videomuza. İlk videomuza nədir? Keçək o bir hesaba. Görək o bir hesabla bu bir hesabda nə fərq var? O bir hesabda yəni elmasla bu daş elması düzgündür yoxsa Neyse dostlarım, keçdik hesabımıza. Gördüyünüz kimi indi burada da göstərim sizə. Yəni Çin serveridir, Tayvan serveridir. Dostlarım, ilk öncə də onu deyim ki, əgər yəni hesabınız çalınıbdırsa, yəni hesabınız yoxdursa, bot hesabınız varsa, hesab kasmaqda çətinlik çəkirsinizsə, yəni burada gəlib az bir vaxtda yaxşı hesab kasa bilərsiniz. Yəni çox asan etkinliklər gəlir də bura, hər şey gəlir. Yəni bunu da eləyə bilmirsinizsə, buna da aid bir video çəkə bilərəm, yəni özünüz deyə bilərsiniz. Neyse, indi gedək baxaq görək nə var burada. Bizə gələn etkinliyin eynisi gəlibdir dostlarım. Amma burada 15-15'dir. Yəni görürsünüz burada da yəni bizdən öndədirlər. Sonra keçək etkinliklərə. Burada gördüyünüz kimi 20 səviyyəyə qədər oynadılsa sizə etkinliklər verir, əşyalar verir. Keçək futbol etkinliğinə. Burada deyir ki 5 tane boya eləyəndə yəni buradakı əşyaların hamısını alabilirsiniz. Yəni bizdə bura çətin yerə gəlir, çətin əşyalar gəlir. Yəni görürsünüz necə bax asan bir oyundan alabilirsiniz. Məsəl üçün burada tırpan gəlibdir. Bu tırpanı da göstərir. Yəni bizim serverdə gələ bilər, yəni gələcəkdə onsuz da. Bura birinci gəlibdir. Mesela burada görev deyir, görev verir, tamamlaya bilərik. Ondan sonra burada yəqin ki deyir ki 5 gün oynayacaq. Burada da 29-17 deseni var. Yəni deseni də qəşəng desendir, özəli izadda. Sonra burada da elə bu eynisi gəlibdir, başqa cürə. Baxın, amma burada günlük verilir. Silahı günlük verir. Sonra nə var? Görev bu heç. Dostlarım, buna baxın bir dənə. Bura görün nə gəlib? Tava. Yəni oyunda çox tutulan tavadır da bu. Yəni güclü hesablarda var bu tava. Sonra bu tava da eyni zamanda yəni çox yaxşı havadır. Tavalara baxın, yəni belə etkinliklər gəlir. Şöyle nə qədər tavadır. Mesela bu boya pasta gelmişti, məndə var idi. Yəni sonra məndə olanlar var, o zəsilər deyə bu məsəl üçün.
Dostlarım, bir də mənim ən xoşladığım tava budur da, yəni oyuna başlayandan mənim ən xoşladığım tava budur. Buna vaxtsa gəlsə almaq istəyirəm bunu. Bəs burada bu tavalar içində sizin xoşladığınız hansıdır? Onu da deyərsiniz də, yəni ya da ki hansı sizdə var. Neysə, ücretsiz basaq elə belə, görək nə çıxır. Biri verir. Neysə, sonra bizə gələn etkinliyin başqa cürəsi gəlib bura. Bir dənə bura baxın da amma. Yəni çıxa bilər, ücretsiz də vursanız, elmas da yatıra bilərsiniz əslində. Görün. Famaslara baxın da. Sonra alternatif hədiyyələrə belə baxın. İfadə belə var. Burada vuraq yaxşı şey çıxırmış. Neysə, belə bir formasıdır. Forma deyəndə üstü. Bura bu etkinlik qaydıqdır. Sonra bu gəliş ifadəsidir. Yumruq gəlibdir. Bir də efsanəvi kostüm gəlibdir. Kemiş canavarı paket. Neysə dostlarım, video kəsildi yenə. Onu deyirəm ki, yaxşı yerdə kəsilməyibdir. Neysə, bir yumruğuza da deyəcəkdim, yumruq saat gəlibdir. Sonra belə etkinlik gəlibdir. Bizə gəlmişdi bu əvvəl. Amma nədənsə ücretsiz deyil. Deyillər də. Sonra başqa bir efsanəvi kostüm gəlibdir. 2 dənə efsanəvi kostüm. Sonra bu gəliş ifadəsi də deyəcəyim. Dostlarım, bilmirəm indi fikir verirmisiniz yoxsa yox. Bu gəliş ifadəsində topu aparanda Messi deyir. Bir dənə baxın. Qulaq. Daha Messi deyir. Sonra burada başqa bir paltar gəlibdir. Yəni bizə gələndən yaxşıdır. Bir dənə ayaqqabısı biraz anlamlıdır. Qalan saçı falan süperdir. Və çevirməyə bəlkə çıxar. Karakter zəmdir. Bir dənə də çevirək. %18 çevirmə qalıbdır. Neysə, onsuz da heç girmirəm ki bir hesabı. Və buranı da göstərim dostlarım. Burada o vaxtki dövrdə, yəni bizim də serverin o vaxtında kimidir. Yəni fiş yoxdur da, elmaslandı. Yəni plazma desəndə qəşəngdir. Ümid edirəm ki bizim serverdə gələr. Dostlarım, burada atölye var. Belə atölye var. Bir dənə buraya bax, görək nə var. Paltar gəlibdir. Belə. Bir dənə indirək birini, görək nə çıxır. Nədir, çıxır, nədir? Dostlar, mən o vaxtın oyuncusu deyirəm, yəni o vaxtın oyuncusu deyirəm deyə. Yəni bunları başa düşmürəm deyə, bunu bilmirəm mən nə vaxt gəlibdir. Yəni dəyərini mən bilmirəm də, yəni köhnənin oyuncusa siz bilərsiniz də indi. Sonra bura bir dənə də bir şey göstərim dostlarım. Bizə də gələcək bu. Dəl dostlarım. Dostlarım, bir də bizə də gələcək bu etkinlik. Ümid edirəm ki tez zamanda gələr, bu yaxınlarda gələr. Baxın, belə bir etkinlik var. Məsəl üçün saç stilləri, Neymar falan var. Sonra Ronaldo Nazario 9 nömrə var. Sonra bu da yəqin ki Ronaldinho'nun saçıdır. Sonra belə ifadələrdir. Bu biraz mənim xoşuma gəlmədi. Sonra belə top sektirmə var. Bu da süperdir, qəşəngdir bu da. Yəni elmasımız çatsa alarıq da bunlardan. Elmas açsana. Sonra belə bir forma var. Bu formanı da xoşlayıram. Bu da bir dənə Pakistanlı YouTuber var. Oxşanır. Sonra bu buz var. Belə ifadə falan. Yəni bizə gələcək də bu. Bir dənə belə yoxlayaq görək.
Burada deyir kupon var da, yani kuponla azalda bilirik. Əsasən kupon aldık buradan. Kupon aldık, 80% düşdü. Evet, 237 olmaz. Yani ben saçları almayacağım. Yani saçlar istemiyorum, hoşlanmıyorum, saç hoşuma gelmir. Böyük ihtimalla bir dənə buz alaram. Ya da silah kutularından alaram. Silahları xoşlayıram mən. Məsəl üçün bu kutunu alacağım yəni. Atıcı dışı bir dəyərli kutular var sənin bu. Sonra belə bir maşın var, belə bir motosiklet var. Bir de bu çanta var ya, onu da ücretsiz tek atmıştım ya. Yani ucuz serverdi, yaxşı serverdi. Bir de boya pasta da fark vardı. Yani bizim boya pastan çok pahalı. Yüklenmek için de gələk baxaq. Yok, bu yüklenmek için değil. Görək buna ne gəlir. Buna da yüklenmek için yoktu. Ha, buna da belədir belə, toplu yükləmə. 500 elmas yükləyəndə 50 elmas verir. Bu şans otomatı verir. Sonra 2000'de yine 150, 2 tane şans otomatı. 3500'de bir tane evrensel çarpışı. Düz dedim de. Neyse. 300'den 300 elmas verir. Bir de neyse dostlarım, video çok kesildi. Öz-özündə video kesilir. Bəlkə də nə qədər çəkdiyim yerler silinibdi. Neyse, ev erişimi deyirdim. Burada ev erişimi bir dənə baxın. Görün nə qədər silah verir. Bizdə 2 tane silah verir. Bir tane MP40 verir, bir de G18. Yani bu ne deməkdir ki belə? Yani her serverdə başqa cürətdə. Bunlarda belədir. Bizdə biraz soğuşdur belə, nəsə deyim. Sonra səviyyə atlama bileti 1100 elmasdır. Bizdə 800 elmas olmalıdır. Yox, 800 də deyil, 1200 dəsən. Bizdə belə öndədir. Sonra baxın, bir dənə də hesabıma baxaq dostlarım. Görək nə yığmışam. Elmas olmadan. Yani hesaba hiç girmirəm də, elə ki, bir aydan bir girirəm deyib bir hesab yapmışam. Böyle sizinle bir tane paltar var. Neyse dostlarım. Burada belə bir profil almışam, qəşəng profildə. Sonra baxın, buna da tək atmışdım. Yani yaxşı. Silahlara gələndə silahlarda yetkilə bir şey yoktu. Neyse, çıx. Neyse dostlarım, videomuz bura qədər idi. Yəni ümid edirəm ki, videom xoşunuza gəlibdir. Belə server incələmə, yəni bu konseptdə gəlsinmi video? Videom əgər xoşunuza gəlirsə, yəni bir dənə deyərsiniz, yazarsınız. Neyse dostlarım, sağ olun, salamat qalın. 100 abunə də az qalıbdı. İnşallah 100 abunə olarıq. Sağ olun, salamat qalın.